Biz necə cümə namazından sonra əlimiz əlimizə və görüşürük belə, bu bir qardaşlıq rəmzidir. Peyğəmbər dedi, gəlin indi artıq təbrik eləyin əlini. İndi bir dənə burada sual çıxır. İndi hamısı gəlir Həzrət Əlini təbrik eləyir, gedir. Bəs qadınlar necə olacaq? Xanımlar dedilər ki, ya Rasulallah, biz də istəyirik ki, Həzrət Əlini təbrik eləyək. Neyniyək? Baxın məhrəmiyyətə. Biz necə eləyək Həzrəti Əliyə biyyət eləmişik axı? Necə eləyək? Peyğəmbər yenə də qaldı. Cəbrail təbii ki, buna cavab verir. Deyir, Cəbrail buyurdu ki, yolu var. Bir teşt gətirilsin. Teşt gətiriləndən sonra içinə su tökülür. Su töküləndən sonra xanımlara əmr verilir ki, Həzrət Əliyə biyyət eləmək üçün görüşmək yox, əlinizi o suya batırın ki, biyyəti qəbul eləyəsiniz. Naməhrəmliyə